Blok imtahanları üçün növbəti suala baxırıq. Trigonometrik funksiyalar bölməsinə aid bir sualdır. Yəni böyük ehtimalla blok imtahanında iştirak edib bu sual. Kosinus alfa bərabərdir 5/3 və alfanın orada birinci rübdə, yəni 0-dan böyük pi bölü 2-dən kiçik birinci rüb aralıqdır. Birinci rübdə yerləşdiyini göstərir. Tangens kvadratı 45 üstəgəl alfa bölü 2-nin 3-ə nisbətini istəyir bizdən. Aparıb İlk növbədə bu veriləni düstura görə açaram. Yəni dərəcənin aşağı salma düsturu var. Tangensə görə 45 üstəgəl alfa bölü 2 bərabərdir. Yuxarıda nə olacaq? Yuxarıda olacaq 1 çıxaq deyək ki kosinus 2 alfa olur. 2-ni də yəni verilən bucağa vursam olacaq nə? 90 üstəgəl alfa olacaq. Digər tərəfdən aşağıdan məxrəcə, yəni 1 üstəgəl kosinus 90 üstəgəl alfa olacaq və çevirmə düsturundan getsək, davam eləsək, yuxarıda, yəni kosinus 90 üstəgəl alfa olduğuna görə ikinci rübə düşür və ikinci rübdə kosinus orada mənfi alır. Onda işarələr dəyişəcək hər ikisində də, sürətdə də məxrəcədə. Nə olacaq? 1 üstəgəl ad da dəyişəcək. Çünki demişik ki, kəsrlərdə ad dəyişir və ya 90, deyək ki, 270 bunlarda ad dəyişir və rübə görə də, ikinci rübə düşdüyünə görə də yenə işarə müsbət olacaq. Onda nə olacaq orada? 1 üstəgəl sinus alfa, aşağıda isə 1 çıxaq sinus alfa olacaq. Eyni qaydada. Və bizə verdiyi nədir? Verdiyi kosinus alfadır. Amma biz nə ilə aldıq? Sinus alfa ilə. Burada nə etmək lazımdır? Verilən o bucaq ki var, onu təzədən sinusa çevirmək. Ki o da, yəni sinus kvadratı üstəgəl sadə trigonometrik tənlik. Sinus kvadratı alfa üstəgəl kosinus kvadratı alfa bərabər 1 olduğuna görə mən kosinus alfanın yerinə orada 5/3 yazsam, nə olacaq orada? Sinus kvadratı alfa üstəgəl 25/9 bərabər 1. Sinus kvadratı alfa bərabərdir 25/16 və burada bucağı yəni boş-boşuna verməyib. Oradakı bucağı nəyə görə verib? Biz burada sinusu müsbət götürək deyə verib. Sinus alfa bərabərdir 5/4-ə. Və bu 5/4-ü aparıb burada yerinə yazacağam. Yəni 1 üstəgəl 5/4 və 1 çıxaq 5/4. Onda aşağıda olacaq. Deyək ki 1 üstəgəl 5/4 5/9 verir. 1 çıxaq 5/4 5/1 verir. 5'lər gedəcək buradan, bərabər 9 olacaq. Yəni bu kəsrin sürəti 9-dur. Kəsrin sürəti 9-dur. Və 9-u böləcəm nəyə? 3-ə. Bu da bərabər 3 olacaq. Düzgün variant bu sual üçün D variantı.